Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Bugün Allah'ın izniyle dünenki söhbətin davamını edirəm. Hazreti Peygamberimiz sallallahu aleyhi ve sellem buyurub, benim evladlarımdan olan Qaim aleyhisselam buyurmuştur. Qeybdə olarkən benim evladlarımdan sayılan Qaimi, yani bizim axırıncı imamı, kim inkar etsə, hemen insan cahil halında ölmüş olar. Yani cahil kimi Allah dərgahında sayılar. Cahil kimə deyilir? Bizdə anlamaz bir insana deyilir. Əsl həqiqətdə beləncidir. Peyğəmbərdən qabaq, yəni bizim Peyğəmbərimiz sallallahu aleyhi ve sellemdən qabaq yaşayan insanlar bütpərəst olublar. Bütpərəst olduqları üçün onlar cahil sayılıblar. Və onların yeri qiyamətdə cəhənnəm olacaq. Deməli, İmam-ı Zaman ağamızı inkar edən şəxs də kafir sayılır. Yəni, qiyamətdə onların da yeri eyni o bütpərəstlər kimi cəhənnəmdə olacaq. Əziz bacı və qardaşlar, gəlin qonağını gözlədiyi üçün evini təmizləyənlər kimi biz də ruh və cismimizi günahlardan paşlaşdıraq və həqiqi intizar çəkən kimi xəcalətli üzlə Zəhra əleyhissalamın Yusifinə sarı təmənna əllərimizi uzadıb belə ərz edək. Mehdican, ey əzizimiz, bizə və ailəmizə çətinlik yetişmiş və az sərmayə gətirmişik. Beləliklə bizim piyaləmizi kamil edib bizə sədəqə və bəxşiş ver. Həmçinin bizə nəzər edib başımıza əl çəkərək bizi kamilləşdir. Ey əziz, ey bulud arxasında gizlənmiş günəş, ey hicranı çəkərək səfərə çıxan, nə vaxta tək sən qeybdə, biz isə hicranda qalacaq. Cahan qədəmlərinə fəda olsun. Bizim bugünkü hicranımız sənin sabahki vüsalına çatacaqmı? Ey əziz, ey məhrumların rəhbəri, ey məzlumların haqqını tələb edən, ey çarəsizlərin köməkçisi, ey sonuncu ümid, bizim axtaran gözlərimiz hər səhər sənin intizarını çəkir. Görəsən bizim qaranlıq hicran axşamımız sənin parlaq sübh vüsalına dönə biləcəkmi? Ey əziz, ey Peyğəmbərin bayrağını əlinə alan, ey sonuncu Peyğəmbərin risalətini çiyninə alan, ey əlinin qılıncını əlinə alan, ey Musanın əsasını götürən və ey Süleymanın üzüyünü barmağına salan, bizim üçün necə də ağırdır ki, hamını görən halda səni görə bilməyək. Ey əziz, ey Musanın kəmalı, İsa'nın əzəməti və Əyyubun səbrinə malik olan, hamının səsini eşidib, amma sənin ürək açan səsini eşidə bilməməyimiz necə də bizlərə çətindir. Ey əziz Allahın yer üzündə olan yadigarı, ey Allahın bacarıqlı əli, qüdrəti, ey Allahın natiq Qur'anı, ey Allahın ismi əzəmi, lütfünü açıq-aşkar görüb, amma sənin müqəddəs varlığını inkar edən düşmənin bizə vurduğu tənələr necə də çətindir. Ey əziz, ey Yasin və Tahanın övladı,
Yasin ve Taha bizim Peygamberimizin adlarındandır. Ey sirat-ı müstakim evladı, ey Fatime'ye teselli veren, ey əskəri övladı, sənin dilruba üzünü görüb tanımamaq bizə necə də ağırdır. Ey iman aləminin qəlbi, ey nəhayətsiz rəhmət məzhəri, biz sənin pak qədəmlərinin intizarında əyləşmişik. Can, mal və övladlarımız sənin qədəmlərinə fəda olsun. Gəl və əlimizi tutaraq özünü bizlərə göstər və bircə baxışınla bu zülmkar gecəni qələbə sübhünə çevir. Biz çoxlu təəssüflə bilirik ki, sənin qeybə çəkilməyin bizim özümüzdəndir. Necə ki, özün buyurdun. Əgər bizim şiələrimiz Allah Teala onları itaətdə müvəffəq etsin. Öz əhdi peymanlarına vəfalı olsaydı, bizim onlarla görüş saadətimiz təxirə düşməz və tezliklə onlara nəsib olardı. Bu görüş bizə qarşı kamil və düzgün mərifət ilə həyata keçərdi. Beləliklə bizi onlardan uzaq saxlayan, yalnız bizim bəyənmədiyimiz və onlar üçün xoşlamadığımız əməllərindən ibarətdir. Mənim əzizlərim, yəqin bilin ki, din və Qur'anın həqiqi sahibi gəlməyincə bu çətinliklər davam edəcək və hər gün özünə yeni rəng alacaq və beləliklə də heç vaxt nicat tapa bilməyəcəyik. Bu günümüz düzələrsə də sabah ayrı bir şey onun yerini tutacaqdır. Beləliklə də gəlin hamılıqla öz şəxsi işlərimizi kənara qoyaraq yalnız sahibə zaman əleyhissalamın fərəz və zuhuru üçün dua edək. İmam-ı Cəfər Sadiq əleyhissalam buyurur, hər kəs mənim övladım Mehdi əleyhissalamın fərəci üçün dua edərsə, o da onun üçün dua edər və xoş olsun zəmanəsinin imamı haqqında dua edən şəxsin halına. Həmçinin fərəc üçün dua etməyin bir çox faydaları da vardır ki, burada Quran ayələri və hədislər ilə uyğun olan bir neçə faydanı Mikyalul Məkarim kitabından nəql edirik. Fərəc üçün dua etməyin, yəni İmam-ı Zaman ağamızın zuhur etməsinə ötəri edilən duanın faydaları, yəni insana olan faydaları. Birinci, lənətlənmiş şeytanı narahat edər. İkinci, duanın qəbul olunmasına səbəb olar. Yəni hacətlərin qəbul olunmasına səbəb olar. Üçüncü, axirət zamanın fitnələrindən nicat tapmağa bais olar. Günahların bağışlanmasına səbəb olar. Həzrətin şəfaəti qiyamət günündə ona şamil olar. İntizar çəkmək əlamətidir. 7-ci, Həzrəti Sahibə Zaman əleyhissalamın zuhurunu tez yetirər. 8-ci, ömrün uzanmasına səbəb olar. 9-cu, ölümünün vaxtı ona müjdə verilər və onunla yaxşı rəftar olunar. 10. İmam əleyhissalamın nurunu onun qəlbinə daha çox saçmasına səbəb olar. 11. Allah Teala yanında daha sevimli olar. 12. Onun pis əməlləri yaxşı əməllərə çevrilər. 13. Əmir əl-Möminin Əli əleyhissalam qiyamət günü onun haqqında dua edər. 14. Hesabsız olaraq cənnətə daxil olacaq. Yəni ondan
asan yollarla hesabat çəkilər. Bəzən görürsən də imtahanlarda imtahan olunan adama yəni güzəşt eləyirlər. Keç deyirlər. Onu buraxırlar. 15. Mələklər onun üçün istiğfar edərlər. 16. Qiyamət günü susuzluqdan amanda qalar. 17. Bu dua bərzəx və qiyamətdə onu oxuyan ilə mehriban bir dosta çevrilər. Yəni bu dua bir insan simasında olar, ona hansısa çətinliklər olanda ona köməklik eləyər. 18. Qəm qüssəni aradan aparar. 19. Bu dua Allah Teala yanında daha sevimli əməllərdən biridir. 20. Qiyamət günü məxsus hədiyyələr alacaq. 21. Dinin kamilləşməsinə səbəb olar. Yəni onun günü-gündən bir növ dinə olan məhəbbəti artar. Dini qaydaları, İslam qaydalarını bilməklik sahəsində kamilləşər. O sayədə elmi artar. 22. Həzrəti Mehdi əleyhissalamın bayrağı altında şəhid olanın savabı ona verilər. Bundan artıq nə savab istəyirsiniz ki? Bir insan İmam-ı Zaman ağamızın, yəni o vaxt ki, ona qarşı çıxanlarla İmam-ı Zaman ağa müharibə eləyəcək, onlara qalib gələcək. Sanki onların dəstəsində şəhid olmuş qədərdə savabı nail olar. Pak və məsum imamlar ilə birlikdə olar. Qiyamət günü şəhidlərin daha uca məqamlarına nail olar. 25. Həzrəti Fatimə Zəhra əleyhissalamın şəfaəti ilə səadətə çatacaqlar. Qiyamətin günündə Fatimə Zəhra salamullah əleyhə ona şəfaət eləyər. Əziz bacı və qardaş, bu böyük fəzilətlərə hər kəs nail olmaq istəsə həmişə vacib namazlardan və rövzələrdən, rövzə yəni İmam Hüseyin əleyhissalamın, İmam Rıza əleyhissalamın və digər imamlarımızın, Peyğəmbərimizin, Əhl-i Beytin haqqındakı rəvzələr deyilir. İnsanlar qəmlənir orada, ağlayırlar, göz yaşı tökürlər. Elə məclislərdən sonra və ya səhər çağında etdiyiniz ilk duada Allahı öz Peyğəmbəri sallallahu aleyhi və səlləm, onun Əhl-i Beyti əleyhissalam və habilə Qur'anı və Kərbəla şəhidlərinin haqqına and verərək İstəyin ki, Həzrəti Mehdi əleyhissalamın bundan sonraki qeybindən sərf-i nəzər edib, tezliklə Həzrətin zühurunu yetirsin. Yəni namazdan sonra, rövzələrdən sonra, səhər çağı və digər vaxtlarda yəni həmən duaları oxuyun. Allahdan istəyin ki, İmam-ı Zaman ağa zuhur eləsin. Amin ya Rabbel alemin, ya Rabbel Hüseyni bihaqqil Hüseyn, işfi sadrel Hüseyni bi zuhuril hücceti. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Allah'ın izniyle gələn günlərdə dediyim kimi demişəm də sizə namazdan sonra deyilən zikirlərin fəziləti haqqında. Allahın izni ilə, Allahın köməkliyi ilə Fatimə Zəhra salamullah əleyhanın zikrinin fəziləti haqqında bildiyimiz qədər də indi elmin sonu ucu bucağı yoxdur. Mən elmin ola bilər bir tərəfini bilirəm, digərləri başqa tərəfini bilir, o biri tərəfini bilir. Elm çoxdur, mən hamısını bunları əhatə eləyə bilmərəm. Ona görə də öz bildiyim qədər də Fatimə Zəhra salamullah əleyhanın zikrinin fəziləti haqqında dedim. İmam-ı Zaman ağanın fərəz duasının da zikrinin fəziləti haqqında azca da olsa dedim. İnşallah gələn söhbətlərində də digər zikirlərin, o cümlədən Qədir surəsini oxumağın, Ayət-əl Kürsünü, Şəhidəllahını, Qulullahümməni və bəzilərin hansını ki mən
demişəm onların fəziləti haqqında. İnşallah sizə öz bildiyim qədər də yenə də deyirəm, məlumat verəcəyəm, sizi məlumatlandıracağım Allahın izni ilə. İndi isə Allah əmanət olun. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Bir dəfə demişdim, qoy bir də deyim inşallah. Yəni bunlar hamısı zikirdir, nə qədər çox desək, bir o qədər yaxşıdır inşallah.